Qəsbə polisi də əməliyyatlarda iştirak edib, ancaq başqa istiqamətlərdə. Əməliyyatçıların bu dəfə izinə düşdüyü şəxslər cibgirlik, oğurluq və narkotik maddə alqı-satqısı kimi cinayətlərdə təqsirli bilinirmiş. Nəsim rayon polis idarəsinin 22-ci polis bölməsinin əməkdaşları oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz əldə edilib saxlanmasında təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 28 yaşlı İltifat Ağabalayev, 32 yaşlı Bisuddin Süleymanov, 35 yaşlı Məhəmməd Bağırov və 43 yaşlı Mahur Bədəlov oğurladığı malları satmaq istəyərkən yaxalanıb. Saxlanılarkən qrup üzvlərinin üzərindən ümumi çəkisi 60 qrama yaxın narkotik maddə olan tiryək daşyarlanıb. Əməliyyatçılar həmçinin saxlanılan şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefonlar və notebookları da maddi sübut kimi götürüblər. İstintaqla müəyyən edilib ki, əvvəllər də dəfələrlə məhkum olunmuş qrup üzvləri son bir neçə ayda paytaxt ərazisində mağazalardan, kafelərdən, ictimai yerlərdən oğurluq və cibgirlik cinayətləri törədiblər. Kafeyə gedəndə telefon götürmüşük oradan, sonra ofis olub, ofisə girmişik. Orada işçilər olub, işlə əlaqədar demişik ki, işlə çıxanda oradan görmüşük ki, qapının ağzında oturur orada, katibə olan yezad yoxdur orada, notebook orada, öz arası gedib eləyib, çıxanda onu götürmüşük. Qrup üzvləri oğurluq yolu ilə əldə etdikləri malları elə həmin gün dəyər dəyməzinə sataraq narkotik maddələr alıblar. Patentlikimlə ikisini gelirdik, baxırdıq, götürürdük, çıxırdıq, yapab satırdıq, pul edirdik. Oğurluqlar zamanı onlar İltifat Ağaberdiyevin taksi kimi idarə etdiyi avtomobilindən istifadə ediblər. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.